Bu videoda dəstləşdirmə əməliyyatına baxacağıq. Dəstləşdirmə əməliyyatı ambarda mövcud olan iki və yaxud daha çox məhsulu birləşdirərək tək bir məhsul halına gətirmək üçün istifadə olunur. İlk öncə dəstləşdirəcəyimiz məhsul və onun tərkib hissələrinin ambarda məhsullar bölməsində adlandırılmasına həyata keçirilməliyik. Şərti olaraq məhsul dəstimizin adı Bellona divan dəsti. Məhsullarımız, yəni onun tərkibinə aid olacaq hissələr isə şərti olaraq güzgü və dolab şəklində sistemdə adlandırılmalıdır. Adlandırmanı etdikdən sonra Bellona divan dəstinə daxil olub, yəni dəst formalaşdıracağımız, dəst halına gətirəcəyimiz məhsulun adına düzəliş edib, yuxarıda ikinci başlıq dəst bölməsinə keçid edib. Bunu ərsəyə gətirmək üçün, bu dəstə hazırlanmaq üçün lazım olan tərkib hissələrinin adlarını axtarışı verib əlavə edəcəyik. Şərti olaraq bu dəsti formalaşdırmaq üçün güzgü, dolab və şərti olaraq divan lazımdır və bunların deyək ki, güzgü 1 ədəd, dolab şərti olaraq 2 ədəd və 1 ədəd də divan lazım olacaq. Bu şəkildə dəsti formalaşdırmağımız artıq əməliyyat icrası üçün sistemi hazırlamış olur. Daha sonra dəstləşdirmə əməliyyatını təbii ehtiyac olduğu təqdirdə dəstləşdirmə əməliyyatına keçid edib, yeni əməliyyata daxil olub. Burada dəstləşdirmənin tarixini ehtiyac olarsa başqa valyutalarda istifadə oluna bilər. Valyutası avtomatik seçili olur. Sifarişi bunu kimin üçün edirik? Əgər hansısa bir müştəri üçün bu dəstə hazırlayıb satışa verəcəksə, o zaman müştərinin adı seçilə bilər. Əks təqdirdə biz özümüz üçün ambarda dəstləşdirməni edib hazır şəkildə saxlayırıq, lazım olduqca satacağıq. Bu zaman daxili sifarişi aktivləşdirəcəyik və material ambarı təyin edəcəyik. Yəni dəstin hissələri, parçaları hardadırsa, həmin ambarın seçimini edəcək, sistem həmin ambardan məhsulları götürəcək. Əgər parça, hissələr bir neçə ambardadırsa, o zaman qarşısındakı bu düymədən istifadə edib, şərt olaraq ikinci, üçüncü ambarlarda da hissələr var. Ora müraciət edib, oradan məhsulları götürə bilməsi üçün digər ambarları da buradan seçmək mümkündür. Material ambarı bölməsində seçdiyimiz ambardakı hissələri və buradan təyin etdiyimiz digər ambarlardakı hissələri götürüb dəstə hazırlayacaq və seçdiyimiz əsas ambarda həmin o dəsti görəcək. Dəstləşdirməyə təbii ki, spesifik nömrə də verilməsi mümkündür, amma sənədə sistem özü avtomatik nömrə də təyin edə bilir. Menecer seçilir. Əgər müştəri seçilərsə, müqavilə bölməsi də aktivləşir və müqavilə də seçilə bilər. Daha sonra buradan dəstləşdirəcəyimiz məhsulun adını axtarış verəcək. Seçdiyimiz təqdirdə sistem bizdən dəst sayını soruşacaq. Bu arada burada mümkün dəst sayını da sistem bizə məlumat məqsədli təqdim edir. Yəni ambarı yoxlayır və bu ambarda hissələrin saylarına baxır. O saylardan yola çıxaraq mümkün dəst sayının 5 olduğunu göstərir. Şərt olaraq biz 2 dəst hazırlamaq istəyirik, qeyd edəcəyik. Sistem bu 2 dəstə uyğun olaraq ambardan hansı məhsullardan neçə ədəd götürülməlidir avtomatik hesablamasını aparır. Burada maya dəyərini formalaşdırır, toplam maya dəyərini görə bilirik və təsdiq etdiyimiz təqdirdə məhsul seçdiyimiz, yuxarıda burada seçdiyimiz ambara düşəcək dəst halında və yaxud birbaşa müştəriyə satışa göndərəcəksə, təsdiq və sat düyməsindən də istifadə edə bilərik. Bu şəkildə dəstləşdirməmizin icrasına həyata keçiririk. Əməliyyatı yenidən göstərirəm. Əgər məhsullar bölməsindən hissələri və məhsulların adlarını, eyni zamanda onların dəstlərini, hissələrini tanıtmışıqsa, yeni əməliyyata daxil olacağıq. Öncə şərti olaraq müştəri və yaxud daxili sifariş seçəcəyik. Daha sonra ambar təyin edəcəyik və dəstləşdirəcəyimiz məhsulun adını qeyd edəcəyik. Burada dəst sayını təyin edib, təsdiqləməmiz dəstləşdirmə əməliyyatının tamamlanması deməkdir.